göz yaşları gəlir. Ay Allah, anlamayın, etməyin siz. Aygün Cəfərova tük effekt ustası kimi tanınır, düz deyilmi? Bəli. Niyə permanent seçmədiniz? Məhz tük effektinə daha çox üstünlük verirsiniz. Təbiiliyi daha çox bəyənirəm, naturallığı daha çox bəyənirəm deyə məncə bu texnikanı seçmişəm. Deməli, permanent ustaları süni edirlər hər şey demək istəyirsiniz. Yox, zövq məsələsidir təbii ki. Tamam. İnandım, tamam. Müştəri gəlir, konsultasiya edirsiniz. Elə olur ki, müştərini geri qaytarırsınız. Bəli, olub məndə Instagramda yazıblar, şəkil göndəriblər ki, belə toxunuşlar istəyirəm. Mən görmüşəm ehtiyac yoxdur. Demişəm ki, sizin qarşınızda ehtiyac yoxdur. Sizdə endirim varmı? Bəli, hal-hazırda endirim var. Black Friday. Konuşamıyorum işte siz hiçbir şey. Black Friday. Çok şükür yarabbim. Edəcəyik. Bir gün yox, hətta 3 gün olacaq. Niyə ağlayırsınız Aygün xanım? Artık kalbim durmuyor. Hoş geldin. Bax, belə elətdirəm, əziz müştərilər, ustalarıma endirimi ağlayaraq, göz yaşı tökərək. Aygün Cəfərova buradan müştərilərinə nə demək istəyər? Təbiilik istəyirsinizsə, doğallıq, naturallıq istəyirsinizsə, seçim yalnız və yalnız biz olmalı. Kim olmalıdır? Mən. Demək ki, Aygün xanıma mütləq yazılmalısınız.